Hoş gördük əziz izləyicilər. Xatırladım ki, biz hal-hazırda Yasamal rayon ərazisindəyik. Gördüyünüz bu mərasim evi parkın ərazisində tikilib, park ərazisinə ayrılmış torpağın üzərində tikilib. Baxın, burada binaların arasında park ərazisindən Yasamal rayon 7 saylı seçki dairəsinin sədrinindir. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək buranı tikib. Bina sakinləri hamısı şikayətçidir. Bura mərasim evidir. Onlar söyləyirlər ki, biz burada, yəni mərasim evində səsdən, köydən, ağlaşmanın səsindən evimizdə belə istirahət edə bilmirik. Bir də xatırladım ki, əziz izləyicilər, bura sənədsizdir. Parkın ərazisində, ərazi torpağında tikilir. Yasamal rayon 7 saylı seçki dairəsinin sədrinindir.